Neftçi Futbol Klubunda baş məşqçi dəyişikliyi rəsmiləşib. Premier Liqanın 12-ci turunda İmişliyə gözlənilməz məğlubiyyətdən sonra Samir Abrısovla yollar ayrılıb. Klub rəhbərliyi komandanın uğursuz nəticələrindən narazıdır və Ağ-Qaraların yenidən zirvəyə qayıtması üçün qərarını verdi. Məlumata görə, klubun yeni baş məşqçisi əcnəbi mütəxəssis olacaq. Böyük ehtimalla bu şəxs Ukraynalı Yuri Vernidubdur. Vernidub əvvəllər Ukrayna və Moldova klublarında uğurlu çıxışları ilə tanınıb və taktiki bacarığı ilə komandalarını sürətlə yüksəltməyi bacarıb. Futbol ekspertləri hesab edir ki, Vernidubun gəlişi Neftçiyə təkcə nəticə baxımından deyil, həm də oyun tərzi və komanda daxili intizam baxımından müsbət təsir göstərəcək. Lakin qarşıda Premier Liqada çətin oyunlar və yüksək tələblər gözlənilir. Bəs Ağ-Qaralar Vernidub ilə necə performans göstərəcək? Komanda yeni baş məşqçiyə nə qədər tez uyğunlaşa biləcək? Sizcə, Yuri Vernidub Neftçiyə uğur gətirə biləcək? Şərhlərdə fikrinizi paylaşın və kanala abunə olun.